Bir daha salamlayıram sizi əziz dostlar. Bu dəqiqələrdə Prezident İlham Əliyev tərəfindən mühüm sərəncam verilib. Pensiyalarla bağlı sərəncamdır. Onu diqqətinizə çatdırmadan öncə deyim ki, burada profilimin altında müsbət işarəsini görürsünüzsə mənə abunə olun. Eyni zamanda manşet azı Facebook'ta izləyin. Əziz dostlar, Prezident İlham Əliyevin imzaladığı sərəncamla əmək pensiyalarının indeksləşdirilməsi prosesi baş verəcək. Belə ki, sərəncama əsasən Əmək və Ailə Sosial Müdafiə Nazirliyinin 2026-cı yanvarın 1-nə 2025-ci il üzrə Dövlət Statistika Komitəsinin müəyyən etdiyi orta aylıq nominal əmək haqqının illik artım tempinə uyğun olaraq 2026-cı yanvarın 1-dən təyin edilmiş əmək pensiyalarının sığorta hissəsinin qulluq stajına görə əmək pensiyasına əlavə təyin edilmiş əmək pensiyaçılarına münasibətdə həmin əlavələrdə birlikdə müəyyən edilmiş məbləğlərin və 2023-cü il yanvarın 1-dən əmək pensiyalarının tərkibinə daxil edilən maddi yardımların istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq sığorta olunanların fərdi şəxsi hesabının sığorta hissəsində 2026-cı il yanvarın 1-nə dək qeydə alınmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilməsini həyata keçirmək tapşırılıb. Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etmək barədə tapşırıq verilib. Sərəncam 2026-cı yanvarın 1-dən tətbiq edilir. Əziz dostlar, bu çox önəmli bir sərəncamdır. Biraz sonra siyasətçilər və bu sferə ilə məşğul olan şəxslər bunu daha uyğun formada incələyəcəklər və bu barədə də Manşet Az xəbər portalında sizin diqqətinizə çatdıracağıq. Gözünüz Manşet Azda olsun.